xalqımız üçün ən böyük bayramda, ən böyük sevinç qürur da heç şübhəsiz illərlə həsrətini çəkdiyimiz doğma Qarabağa qovuşmaqdır. Artıq 6-cı ildir ki, milli adət-ənənələrimizi, dini mədəni mərasimlərimizi böyük ruh yüksəliyi ilə azad edilçələn diyarlarımızda qeyd edirik. Bu il isə sözün əsl mənasında bayram-bayrama qarışıb desək yeridir. Novruz və müqəddəs Ramazan bayramlarını işğaldan azad olunmuş ərazilərdə qeyd edən, tətil günlərində bölgəyə səfər edən əziz soydaşlarımız və ölkəmizin xarici qonaqları, bayramlarınızın əmin-amanlıq şəraitində, xoş əhval-ruhiyyədə keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyiniz naminə bütün zəruri tədbirləri həyata keçirirlər. Siz də sadə qaydalara əməl etməklə sabitlik mühitini daha da möhkəmləndirə bilərsiniz. Diqqətinizə çatdırıq ki, sərbəst və maneəsiz gedib gəlmək üçün öncədən müvafiq portaldan qeydiyyatdan keçməlisiniz. Şəxsi mülki avtomobillə səfər edirsinizsə, kənar yollara çıxmamalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarına hərəkət etməlisiniz. Əraziyə tezlaşan və partlayıcı maddələr aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etməlisiniz. Hazırda Böyük Qayıdış proqramı çərçivəsində bu ərazilərdə geniş miqyaslı tikinti quruculuq işləri həyata keçirilir. Digər tərəfdən isə mina təhlükəsi hələ də davam edir. Ona görə də həm Qarabağın daimi sakinlərinin, həm də qonaqların bu reallıqlara uyğun davranmağı əsas xahiş və tövsiyəmizdir. Beləliklə Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Qarabağın bütün dilbər güşələrində ictimai narahatlıq yaradan ən xırda hallardan belə çəkinmək, nümunəvi davranış sərgiləmək hər birimizin vətəndaşlıq borcudur. Qoy bu bayram günlərində üzərindən atladığımız tonqallar bütün negativ hadisələri özü ilə aparsın. Geriyə isə sadəcə və sadəcə xoşbəxtlik, sevgi və hüzur dolu günlər buraxsın. Bayramlarınız mübarək.